Hər vaxtınız xeyirli olsun. Gəlin sizinlə çox dadlı, ləzzətli, xırçıltılı, doyumlu, uşaqların sevə biləcəyi ən dadlı kartof çubuqlarını sizinlə birlikdə hazırlayaq. İnanın, hazırlasanız heç peşman olmazsınız. Çünki o qədər dadlıdır ki, kartofları ilk öncə soyuram. Bol suda yaxşı yuyuram. Kartofları dördkünc formada doğrayıb bir qaba əlavə edirəm. Üzərinə düşəcək su əlavə edib yumşalana qədər bişirirəm və yumşaldı. Suyunu süzüb bir qaba əlavə edib kartof əzənlə əzirəm. Üzərinə qara toz bibər, sarı kök, duz, paprika əlavə edirəm. Üzərinə Rolton ədvası 3 yemək qaşığı kraxmal əlavə edib yaxşı qarışdırıram. Və yağlı kağızın üzərinə kraxmaldan əlavə edib dördkünc formada yayıram. İstədiyiniz ölçüdə kəsə bilərsiniz. Mən ortadan 2 yerə bölüb elə uzunluğuna doğradım. Siz sadəcə uzun formada da edə bilərsiniz. Qızmış bol yağda yaxşı qızardıram. Siz də bu gözəl ləzzəti hazırlayın, siz də ləzzətdən dadın. Kanala abunə olmağı, like etməyi, bildirimləri açıq qoymağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.